Uşaqlar gəlmişəm, İvanovkadayam. Motorun startı xarab olubdu. Balakan milləti yoxdur. Yox. Bu dindir. Gəldim çıxdım Ayaz ilə. Burada Ayaz var. Ayşələr, Real var. Orada maraqlı bir dənə qala var. İçində ilan olma ehtimalı var. Gəlib çatdım Aşıq Bayramlı su anbarına. Çox qəşəng görsənir. Təmiz dağ balıq. Son 5-10 manatım qalıb bu arada. Hava var ha. Uşaqlar. Buna baxın. Vay 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 vay. Gözəlliyə baxın bir dənə. Gəldiyim sürətdə mən buranı keçsəm, aşa bilərəm. Sizi aparırdım İsmailliyə, amma bir balaca problem yaşadım. Motorun startı xarab olubdu. Hansı ki bu tok verir motora və motor işə düşür. İndi də bu işləmir. Yalnızca itəliyib xoda sala bilirsiniz. O mənim təkərimin izidir. Birinci skorusu atıb, sonrasında muftanı basıb itəliyirsiniz, xoda düşür. Köhnə Sovet maşınları kimi. Qulaqları var imiş, qulaqları qırılıbsa motora nəsə eləyə bilər. Nə bilim, mənim də başım çıxmır. Dedim, gedim İsmailliyə sizə çəkiliş eləyim. Deməli gəlmişəm, İsmailli yolunun qırağında qalmışdım. Motoru söndürdüm, kodlanmırdı. Nicat qardaş canlı yayından görüb ki, yolun qırağındayam, suyun qutarıb su alıb gəlmişdi. Göyçayın Bığırlı kəndindəndir. Buradan bütün Bığırlılara salam olsun. Sağ ol. Allah razı olsun. Allah səndən də razı olsun. Çox sağ ol. Sən videoları sevə-sevə baxırıq. Çox sağ ol. Özün də yaxşı qardaşsan. Allah razı olsun. Hər zaman sən qulluğun. Təşəkkür ederim. Bu arada Nicat qardaş bir yol dedi. Dedi İvanovkaya oradan gedərsən, maraqlı yerlərdir. Molla Xaxlı yoludur, Hacətanlıdır. Yollar çox belə qəşəng yollardır. Gedək. Sadəcə palyomu var. Naqruskiyə düşməzsə, Ya maşın gedirsə bu da gedir. ha, yox, super. Yolun qırağından döndüm bura ki, bəlkə maraqlı bir şey görəm, amma bir şey yoxdur. Qəşəng kəndlərdən keçib İvanovkanın içinə çıxmalıyıq böyük ehtimal. Mərkəzi yoldan istifadə eləmədim. Qıraq yoldan istifadə elədim. Dişimdə tel var deyə rahat danışa bilmirəm. Telləri dəyişdirirəm də hər ay. Uzun sözün qısası motoru söndürmürəm. Üzü aşağı düşəndə söndürəcəm ki, biraz soysun, ancaq işləyir. İtəliyib hotlayıram. Proses biraz yorucudur, sözün açığı. Sağlıq olsun, bu da bir macera. Bəli, adventure. Bu yolla mütləq sürməlisiniz gənclər. Mənzərəyə baxın bir dənə. Vay vay vay. Bura yazda gələsən. Bu gördüyünüz sarı yerlər var. Hamısı yamyaşıl olur, yamyaşıl. Mən 2 il əvvəl, yox 1 il əvvəl bu yolu sürmüşəm. Maşınla getmişdim. İndi qismət oldu, motorla gedirik. Düzdür, biraz incidir bizi, amma sağlıq olsun. Sinifdir bu arada. Bir yerdə dayanmalıyam, istirahət eləməliyəm, sonra minməliyəm. Təkrar itələməliyəm, xodlamalıyam, işə salmalıyam yəni. Qalacaq kəndinə yaxınlaşmışam. Orada maraqlı bir dənə qala var. Gedib kəndin içinə girməyə çalışacağım. Görək o nədir? Mənə çox maraqlı gəldi. Sən demə Alban məbədiymiş bura. Yəni bir kilisə imiş. Təəssüf ki, artıq yararsız formadadır. Ümid eləyirəm, restavrasiya eləyərlər və gəlib buralara baş çəkərik. İnşallah burada ilan yoxdur. İlan olsa çətin söhbətdir buralarda. Ümid eləyirəm, ilan yoxdur. Vay vay vay, çox gözəl görsənir hə. İçində ilan olma ehtimalı var. İçində var ilan olma ehtimalı. Amma çox baxımsız qaldı, çox. Hətta belə bir kilsədir. Tarixi haqqında bir məlumat yoxdur. Nə vaxt tikilibdir, nə vaxt təmir edilibdir. Və ehtimal yeri sakinlər də bilməyəcək. Amma soruşum. Hər hansı bir məlumat öyrənsəm sizə deyəcəm. Uşaqlar gəlmişəm, İvanovkadayam. Burada Kolya qardaş var. Motosikl ustasıdır. Qardaş nətərsən, nə var, nə yox? Çox sağ ol. Yorulmayasın. Çox sağ ol. Bunu söndürdük, indi bilmirəm, işə sala biləcəyik ya yox. Heç problem narahat olma. Sən düz ünvana gəlmişsən. Problem yox. Gör nə qədər dayanır. Burada biri deyir. Bilmirəm problem nədir də orada. Yəqin detal alınası olsa problem olacaq. Problem olmayacaq ondan inşallah. Düzəldərik. Əzəldəcə narahat olma. Detal lazım olsa detal da taparıq. Nə qədər var. Detallar hamısı burada. Maşallah. Heç bir problem yoxdur, narahat olma. Kolya qardaş malakansız mənim düşündüyüm. Yox. Malakan milləti yoxdur. Yoxdur. Bu dindir.
Malakan dini var. İcması var axı bəs. Malakan Evet. icması. İcması o dinlər idi. Vaxtı var idi. Rusiyadan bunları sürün eləyiblər də. Hı hı. Onlar beləcə Yekaterina vaxtında Malakanlar nədir? Malakanlar dindir. O elə belə Rusuq da belə deyək. Amma din. Malakan da onlar belə deyək ki, xası qəbul eləməyiblər. Ha, okey. Ha, ona görə Yekaterina bunları sürün eləyib də, qovublar. Rusiyadan Okey. qovub ki, bunun bizə beləsi lazımdır. Kim xaspərəst olursa, qalırsa pis Ha, qalır. nə gözəl. Onlar Onlar cəblər. xaspərəst deyirlər ki, xaspərəst deyirlər. Ona görə bunlar deyirlər Malakandır. Malakan sadəcə dindir. Burada var Malakanlar, var baptistlər. Tam olaraq var. sizin inancınız nədir? İsa'ya inanırsınız. bəli. Amma xası qəbul edirəm. Bəli, xas müsəlman kimidir? Həzrəti Məryəm eyni şəkildə qəbul elənir. Bax, məsəl üçün burada mən bir beləsi baxanda kilsələr yoxdur da. Məsəl üçün bu Bakıda zaten, Hı hı. ya Rusiyyada adası görəsə xaçlar da burada yoxdur. Məsəl üçün bir də ki, baxırsan ki, var ki, şəkillər olur. İsa'nın şəkli, Hı hı, Məryəm hı hı. orada. Bunlara girirsən məsəl üçün kilsələrinə, evdir, sadəcə ev. Bu kilsələrində heç bir şey yoxdur. İbadət bir Nəyəsə ibadət- bölgəsi yoxdur. Bəli, Belə bəli. deyim. Sadəcə Allaha ibadət edir. Allaha ibadət. Bir də ki, deyirlər ki, necə deyək, qəbul edirlər ki, İsa peyğəmbər qeyb günü gələcək xilasçı kimidir. Ha, super. Başa düşdüm. Bir daha elə bir müsəlmanlar da belə deyək də. Donuz əti məsəl üçün bunlarda nə saxlamaq, iminə malakanlarda. Nə saxlamaq, nə yemək haram. Aa. Da məsəl üçün Bibliyada da belə yazılıb ki, haramdır da, olmaz. Amma xristian da sayılmırsınız. Bəli, xristian yenə deyirəm, xristian odur ki, xristian millətdir, belə rus da. Belə deyək, amma yenə də ki, burada xası qəbul eləmirlər. Xası qəbul edirəm. Super abi. Bir Çox dənə qısa, net bilgi idi. Çox təşəkkür Burada edirəm. çoxsa gəlib deyirlər ki, malakan millətdir, amma millət deyil. Sadəcə dindir. Malakan deyil. Mən özüm məsələn buralı deyiləm, özüm Bakılıyam, 14 ildir Bakıdan evi satıb köçmüşəm İvanov. Çox əla. Yəni bura sakit zat, yəni mənə bəs eləyir. Mən bu dəqiqə özümü xarici ölkədə hiss edirəm. Qardaş Tatrovkada gəlmişik qarajına. Əladır, əladır, superdir. Küçələri də göstərəcəm uşaqlar, sizə narahat olmayın. Görək qardaş motorun dərdini həll eləsin. Ondan sonra burada bir balaca bir itimiz də var. Bu yaxınlaşa bilərəm abi? Yoxsa problem deyil? Ay sənin qara qara, ay sən də gözəlsən. Ay siz də gözəlsiniz. Nə gözəlsiniz siz. Vay vay vay. Deməli, motoru uzatmışıq, dincəldirik. Bendeksi sökmüşük. Vəziyyət budur. Kolya qardaş. Bendeksdir bu görsən. Bizə namadı olur burada. Bundan Fikir lazımdır versən, bizə. bəli, fikir versən burada soxla struşka var. Nəyə görə? Ya vaxtında yağ dəyişmirsən, ya nəsə pis töksən, maraqlı görsən zərb. Belə olmalı deyil. Görsən? Yağı döyüşmüşəm və vaxtına da var yağı. Görsən? Zərdə. Zərdə demək ki, nəsə hardasa yanılma gedir də. Əgər zər verirsən. Yəni toz kimi bir şeydir. Bəli. Toz kimi bir şeydir, gəlib seylir. Bax, indi baxarım. Bu bendeksi budur. Bendeksən var əlində yoxsa? İndi görək, indi taparıq, olmayacaq. Özün üçün görə bərk edir. Acından da ölürəm, halım yoxdur. Qardaşla gedirik Tokor yanına. Tokar olacaq. Ya Allah. Zablı İvanovla görsədərəm də sən. Mən heç fikirləşməzdim bu günün belə olsun. Canı sağ olsun. Niyə evi olmayan yerdə? İndi onu yonduracağıq abi, sonra orada fırlanmalı. Bir dənə mikron götürək. Çoxuya orada tük kimi də bir çox götürməyəcək. Bir mikron götürəcək, düzələcək. Gedirik, görək başımıza nə gəlir. Gəlmişik Ramiz əmicilə. Ramiz əmi. Tokardı bizdə. Bunu yonacaq. Bunu hə? Bəli, bir balaca bunun üstünü yomaq lazımdır ki, bizim işimiz düzəlsin. Məsələn bu. Yox, əksinə fırlanmamalıdır. Baba beləsi getməlidir bura. Amma əksinə getməməlidir. Əksinə gedəndə bu tutur da. Bəs yaxşı, bu niyə ikisini də tutur? Hə, bu qalındır deyə sıxır. Bəli. Okey. Bu içi başqasındır, bu başqa motosikl. Pirdelka eləyir. Pirdelka eləyir, lazımız yoxdur. Pakistandakı kimi. Onun da orada cüzi bir şəkildə yonur onu. Yondu deyəsən hətta. Yox, yonmadı. Hələ yon. Hələ hazırlayın. İndi də şey xarab olub, stanok deyirlər, nə deyirlər. Tokar şeydə aparatı. Onu gözləyirik. Acından da ölürəm, dəhşət. Səhər də yeməmişəm.
7-də çıxmışam evdən. Saat da 4-dür. Belə. Görək nə olur. Gəldim yemək yeməyə. Göl qırağında bir yerdəyəm. Maraqlı, sakit, şirin bir yerdir. İvanovkanın mərkəzidir, uzaq deyil. Pomidor yumurta zakaz elədim, sipariş elədim. 5 manat. Boş zakaz elədim. Nə əlaqə desəz mən də bilmirəm. Mərcimək sufu yox idi, dedim boş içim. 2 manat o, akruşka 7-8 manatlıq bir şey tutacaq böyük ehtimal. Pendir də zakaz eləmişəm, sipariş eləmişəm. Deyəcəm qiymətləri, narahat olmayın. Bura niyə gəldim? Qardaş indi ora nəsə düzəltmək istəyir. Özü bir şey eləyəcək. Bu 300 kubluq motodur. Bunu itələyib xodlamaq çətin məsələdir. Demək olar ki, İvanovkanın mərkəzindəyəm. Oturduğum restoran Göl Qırağı restoranı idi. Səhv eləmirəmsə adı. Belə bir enli küçəsi var. Mən indi gedəcəm, görəcəm ki, motorun aqibəti nə olub. Motor nə yerdədir. Bu arada burada şirin-şirin evlər var. Çox qəşəngdir. Qismət olsa Rusiyaya getsək, orada qəşəng bir kənd gəzərik. Həqiqətən kəndləri gəzməyi, görmək mənə çox xoş təsir bağışlayır. Baxın, gör nə qəşəngdir. Səliqəli, balaca, bahalı deyil, böyük bir balkonu yoxdur. Nə bilim, varlıq yağmır da, amma hüzur yağır. Hüzur, müəllim, hüzur. Vallahi motor ayaq üstündədir. Görəsən, qardaş düzəldib motoru. Sakit ol, quzum, bir yox anlaşırdıq səni. Qardaş yoxdur burada. Amma maraqlıdır ki, düzəldibmi? Düzəldi bir yox. Abi necə düzəltmisən? Hə? Nə bu əllərlə? Vay 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 vay. Əlvə qalva sağlıq. O bir dənə səs verir. O nədir? O qart. Belə səs. Bendix'in səsidir də. Hə. O Bendix'in səsidir də abi. O arada bir olacaq ki, Bendix qayıdır İskoda da. Starta deyəm. Təzədən şey elə bir də starter istəyir də. Bunu deyirsən də. O İskoda deyəm. O olan şeydir. Mənim də motosikletində var. O necə elədin ha? Pirdelka elədin yoxsa? Yoldan tapdıq da. Sarə tapdıq elədik də. Əlvə qalva sağlıq. Sağ ol. Əsas o ki, Düzəldi. əsas o ki, düzəldi, yolda qalmamış. Motor okeydir, yəni işləyir. Buradan biraz yağ çıxıb, amma bu da normaldır yəqin ki. Gəlmişəm uşaqların son zənginə, hansı ki Mədəniyyət Sarayındayam. Gördüyünüz kimi orada məzunlarımız var. O isə direktor olmalıdır böyük ehtimalla. Buradayıq. Burada biraz oturaq, vaxt keçirək, sonra görək gecə harda qalırıq, harda gecəliyirik. Uşaqlar, gözəlliyə baxın bir dənə. Vay 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 vay. Çox gözəl görsənir hə. İnanılmazdır. Və inanılmaz sakitçilikdir. Mənzərə əladır. İnsanın ruhu dincəlir. Çətin bir gün idi. Çox şey yaşadıq. Motor xarab oldu. Ora get, bura get. Sonrasında məzunların məzuniyyətinə qatıl. Maraqlı idi amma. İndi də gedirəm bir göl var. Gölün ətrafına. Hava qaralırdı. Dedim gedim. Şəbat keçdim orada. Əslində canlı yayında açmaq istəyirəm, bilmirəm. Gəlib çatdım Aşıq Bayramlı su anbarına. Çox qəşəng görsənir. Burada qurbağalar da var. Mən gələndə suya tullandılar. Yox, bir dəqiqə. Orada nəsə var. Bu su niyə belə dalğalanır? Səbəb olmalıdır müəllim. Hə, oradan qayıq keçdi. Suyun dalğası da gəlir. Qəşəng. Kamera biraz qaranlıq çəkə bilər, üzürlü sayın. Qaqanız bu günləri dəhşət yorulub, dəhşət. Gedib bir otel tutmuşam. Son 5-10 manatım qalıb bu arada. Ustaya pul verdim, otelə pul verdim, benzinə pul verdim, detalı aldım, nə bilim, neynədik. Hanımlar və bəylər, sabahınız xeyir. Bugün yeni bir gündür, amma yağışlı gündür. Təəssüf ki, belə bir çöldə yağış var, bilmirəm nə dərəcəsində hiss olunur ya yox. Burada qalmışdım gecə, üzürlü sayım otaq dağınıqdır. 30 manat pul vermişdim.
Deməli, hava belə bir şeydir. Normalda mən bu havalarda istirahət eləməyi sevirəm. Video çəkməyi yox. Video çəkilmir bu havalarda. Yağışlı havadır və mən motorlanam. Nə tər olacaq heç bilmirəm. Laləni dindirmirəm. 2 dənə də Azərbaycanlı qardaş var. Çaşdım, ağlım getdi xaricə. 2 dənə də qəşəng qardaş var, yerli qardaşlar. Onlar məni qonaq çağırıbdı. Yerli dediyim burada yaşayırlar artıq. İvanovkadan deyirlər. Gəlib burada yaşayırlar. Onların şirin bir kafesi də var. Onu da göstərəcəm sizə. Gəldim qaqaşların yanına. Sağ olsunlar. Bu günləri bizi burada qonaq eləyəcəklər. Çox qəşəng də, şirin də bir kafe, restoran tərzı yerləri var. Hansı ki burada qalacaq yer də var. Amma o hələ işləmir, fəaliyyət göstərmir. Hava belə sakit olanda adamın danışığına əks etdirir. Danışığı da belə sakitləşir. Abi necəsiz? Burada İsmail var. İlk dəfə görüşürmüş kimi qardaşım nətərsən var. Kamera söndü birdən-birə. Niyəsi mən də bilmirəm. Elvinlə İsmail qonaq eləyiblər mənə ki, qardaşkən bir səhər yeməyi yeyək. Şad oldum. Mən də. Görüşər inşallah. Görüşəcəyik də inşallah. İnşallah qardaş. Dünyanın fərqli nöqtələrində. Mütləq. Maraqlı bəlkə bir iki layihəmiz oldu. Bron görüşərik. Çox sağ olun. Hər şey üçün təşəkkür edirəm, minnətdaram. Mən gedirəm hara? İvanovkanın mərkəzinə tərəf. Biraz evləri göstərəcəm sizə. Ondan sonra isə nə eləyəcəyik? Bəlkə Ayazın yanına getdim. Ayaz Kara var, bir çoxunuz da tanıyırsınız. Uzun sözün qısası, yolcu yolunda gedək. Hanımlar və bəylər, hal-hazırda gəldim İvanovkanın mərkəzindəyəm. Dediklərinə görə ən mərkəzi yeri buradır. Burada əsasən Malakan dininə sahib olan ruslar yaşayır. Dünənləri xatırlayırsınızsa, mən motoru düzəltdirəndə qardaş bizə bilgi vermişdi və verdiyi bilgilərə əsasən mən bunları sizə deyirəm. Amma internetdən araşdırdığım qədərilə 19-cu əsrdə Rusiyada Malakanlar yazıb. Yəni Malakanlar gəlibdir. Burada bu kəndin təməlini atıbdır. Buranın balı çox məşhurdur və kənd məhsulları məşhurdur. Əlavə olaraq da onu deyə bilərəm ki, kəndin adı isə İvan Perişindən gəlir. Yəqin ki, düz tələffüz elədim. Səhv tələffüz elədimsə də üzürlü sayasız. Ona görə də buranın adı qalıbdır İvanovka. Buranın da ən maraqlı nüansları gördüyünüz bu evlərdir. Şirin, səliqəli kənd evləri. Belə bu formada biraz düşəcək aşağı. Sizə kəndin evlərini göstərəcəm. Dünənləri son zəngi idi, qatılmışdım və çox maraqlı keçdi. İnsanlar çox səmimidir burada, rahatdılar, turistə alışıblar. Çox xaricdən turist gəlir bura. Ona görə də burada rahatlıqla gəlib istirahət edə bilərsiniz. Kəndin o sakitliyi var, havası qəşəngdir. Evləri gördüyünüz kimi çox maraqlı və səliqəlidir. Belə böyük ev burada çox görə bilmirsiniz. Qıraqdan gəlmələr alıb evləri. Onlar böyük evlər tikirlər, eləyirlər. Amma evlərin əsasən tipajı, stilistikası qaqa belədir. Gördüyünüz kimi. Səliqəli gözəl evlərdir. Sanki bir Rus kəndindəsən və orada bir vaxt keçirdirsən. Görürsünüz nə gözəldir, nə qəşəngdir. Çox maraqlıdır. Azərbaycanı gəzmək, Azərbaycanda yaşayan insanları kəşf eləmək, bölgələrdə yaşayan insanları kəşf eləmək insana ayrı bir, təbii ki, nə verir? Həyəcan. Bu həyəcan ayrı bir həyəcan, qardaş. Görün nə gözəldir. Sanki illər öncəsinə aid bir evdir. Bir çox insan burada təbii ki, də rus dilində danışır. Amma Azərbaycan türkçəsi ilə də danışan insanın sayı hesabı yoxdur. Burada baxın, məsəl üçün bike rent-a-karı var. Yəni velosiped gəlib götürüb sürə bilərsiniz, kiralaya bilərsiniz. Çox şirindir Allah, saçlarına var. Sapsarı saçları var. 19-cu əsrdə gəliblər, qardaşlar. 19-cu əsrdən bəri biz bir yerdə yaşayırıq. Baxın, bu ev də çox gözəl görsənir. Tam nənə evi, nənə baba evidir daha bu ev. İçini də görmək istəyərdim, amma insanları narahat etmək lazım deyil. Birdən deyərlər ki, qardaş, bizə belə rahatdır, bizi narahat eləmək. Təmiz dağ balı. Baxın, qiymətləri də elə yazılıbdır üstünə. Çiçək balı 30 manat. Canım sənəsin. Bu da çiçək balıdır 15 manat. Bu nədir? Dağ balı 35 manat. Bu 30 manat imiş, deyirsən səhv dedim. Burada çiçək balı var bu formada. Buna qiyməti 30 manatdır.
Elə burada satırlar. Çölə də qoyublar. Maraqlı bilirsiz nə olardı? Bir dənə də pul qabı qoysaydılar. Əla olardı da. Gəldin qardaş nə qədər? 30 manat. Pulunu at, balını götür get. Bala bala. Zarafatlarımdan da qalmıram. Ayda bu ev görün nə gözəldir. Görsənmir? Mən görürəm. Kamerada böyük ehtimal rahat düşmür. Bəzən gözümlə gördüyümü sizlərə göstərə bilmirəm. Evim elə qarşısı var. Nə hündür zaborlar var, nə bilim belə qəribə hasarlar var. Yoxdur da qardaş. Baxın, səliqəli evlər bir-birinə yaxın. Bu formada düzüblər. Estetik görsənir. Gözəl görsənir. Bu ev satılır deyəsən. Yaşayış yoxdur. Hə, yazılıbdır, satılır. Təəssüf ki, burada da zibil var. İnsanlar buranı zibilləyibdir. Zibilləməsələr necə olar, gözəl olar. Bir dəqiqə studiyamıza zəng gəldi. Gənclər, deməli nə oldu? Mən Ayazla danışdım. Ayaz dedi ki, burada bir qonağımız var. Qonaqları kimdir? Rahat Travels. Yəni Ayşənlə Royal. Onlar da oradadılar, fərqli bir kənddədirlər. İndi buradan çıxacağam, o kəndə doğru gedəcəm. Orada da biraz sizlərə ətrafı göstərəcəm. O insanlarla sizi tanış eləyəcəm. Onsuz da bir çoxunuz onları tanıyırsınız. Uzun sözün qısası biz İvanovkaya gələcəyik. Narahat olmayın. Biraz hava pis idi və ilərləyən saatlarda yağış yağacaq deyə mən yola çıxmalıyam. Yoxsa yağışa tutulacaq. Bu təbiəti sizə göstərməsəm olmazdı. Hava var, baldır da uşaqlar, bal. Çox qəşəng istirahət havasıdır. Mən də gedirəm yavaş-yavaş. İnşallah xətasız bəlasız gedərəm. Bu sözü mən Asiyada olanda demişdim, çiynimi qırmışdım. Bugün böyle problem olmaz yəqin ki. Negatif üstümüzə çəkməyək, xahiş edirəm. Vay, çay necə axır, uşaqlar necə axır. Çox vahiməli görsənir belə mənzərələr. Yağış sezonudur da, yağış çox yağdı. Laçın yolundayam, gedirəm. Çox maraqlı yerlərdən keçirəm. İstəyirəm ki, hamısını da sizlərə göstərəm. Bir çoxunuz böyük ehtimal Laçına da gedərik. Lahaca getmişsiniz. Mən də bala-bala çıxıram yolumu. Yol biraz sürüşkəndir, sürüşürəm sözün açığı. Təkərimə baxın, bütün sudur. Nə deyim, necə başa salıb uşaqlar. Buna baxın, bu havalar istirahət üçün ən önəmli havalar deyə. Bunu təkrar deyəcəm sizə. Biz bu yolu çıxardıq uşaqlar, baxın. Başımız oralara qədər gedəcək. Çox təhlükəli yollar var, hansı ki yaxın zamanda bura Lahaç yoludur da. Yaxın zamanda o yol uçmuşdu. Yəni yolu aparmışdı da o yuxarıdan düşən qayalar, nə bilim torpaqlar, minik daşlar, minik, yəni kiçik daşlar. Vəziyyət budur. Qulağımda da Enigma mahnısı var. O mahnı ilə buraları getmək çox ruhani hiss elətdirir. Görürsünüzmü? Qaqanız haralara gəlir. Vay, nə qəşəng görsən. Bu mənzərə başqa bir ölkədə olsa, neçə milyonlarda izlənmə alar sosial mediada. Bu arada motor sürməyə pis yanı gidiyor. Üstüm başım toz içində. Ay. Ümid edirəm buradan ağzımı belə asana qoşdu. Gəldim çıxdım Ayaz ilə. Burada Ayaz var, yoldaş var, xoş gördük. Burada Ayşənlə Royal var. Burada Şəfəq xalamız var. Çəkə bilərəm? Problem deyil. Çəkib sağlıq. Əlinizə sağlıq. Çox sağ olun. Nuş olsun. Çox sağ olun. Dolma heyva yarpağından da ha, bilərsən. Buna heç bir yerdə tapanmazsan. Qəşəng yedik uşaqlar. Çay çörək. Dedik yola qoyulaq. Yanlış gördülər buraları. Siz maşını yuxarıda saxlamısınız? Okey. Sağ salamat. Mən kaskımı götürüm. Nəsə göstərəcəm sizə, narahat olmayın, bir dəqiqə. Öpürəm sizi. Görüşərik inşallah. Bunlar olsun. Gözləyirik səni. İnşallah. Şirvanda görüşürük. Bəli. Bu arada burada da kask düşdü. Qırıldı bir tərəfi. Sağlıq olsun. Əlvə sağlıq, çox sağ ol. Görüşərik Ayaz, minnətdaram. Əlcək var əmdə, üzürü səs. Çox təşəkkür edirəm, şad oldum, çox sağ ol. Biraz havalar düzəlsin, gələrəm, hətta maraqlı bir yerə gedərik. Belə, qısa bir görüş oldu, qəşəng oturduq, söhbətləşdik. Royalla Ayşəni mən axırıncı dəfə Vietnamda görmüşdüm. Ayazla da qəşəng görüşümüz oldu, ilk görüşümüzdür. Amma bundan sonra Ayazla böyük ehtimalımız görüşəcəyik, maraqlı videolar hazırlayacağıq. Həm hava şəraiti əl vermirdi, həm də ki, biraz mənə vaxtım azdı. Yağış gəlir uşaqlar, yağış gəldiyinə görə qayıtmalıyam. Üstüm başım baxın.
Görün nə gündədir. Ona görə çox qala bilmədim. Sabah da yağışlı göstərir. Bu gün çıxdım, çıxa bilmədimsə bərk yağışa düşəcəm. Yol üstü dayanıb eləyəcəm. Sizlərə maraqlı şeylər olsa göstərəcəm. Deməli uşaqlar, gördüyünüz bu yoldan gedəcəm, amma Bakı yoluna getməyəcəm də. Yəni Bakıya getməyəcəm, oradan düşəcəm Şirvan yoluna, Aran yoluna, Gəncə yoluna. Motor pis deyil, yaxşıdır, biraz çirklənibdir, amma təhlükəlidir də uşaqlar. Təhlükəlidir motorla getmək. Allah eləməsin, bir balaca sürüşmə olsa getdi. Buradakı oranı göstərə bilməyəcəm, amma buralar üzü aşağıdır. Tikəmi tapmazlar da o dərəcə. O yolla gəlirdim uşaqlar. Buna baxın bir dənə. Yolun ortasında kağız kimi qatlanan bir şey var. O təhlükədir də bildiyiniz. Oradan düşürsən aşağı, ani bir diqqətsizlik səni ata bilər o tərəfə. Bu yolun sürəti məsəl üçün tutaq ki 60-dır, 70-dir və ya 80-dir. Maksimum 90 ola bilər. 90 olduğuna inanmıram. Fikir vermədim. Yolda gələndə mən 50-60 sürürəm belə yerləri. Motordur da, adam gedər düşər ora bura. Buna baxın bir dənə. Gəldiyim sürətdə mən buranı keçsəm, aşa bilərəm. Bilirəm, dağ üstü bir yerdir, çox istifadə edilmir, amma nə bilim, təhlükəlidir də. Gəldim, saxladım burada. Buradan keçmədim də, buradan bastım, keçdim. Bu qardaş getdi, çıxdı o tərəfə. Buradan keçəcək. Və salam əleykum. Və bax, eyni momentdə də, eyni zamanda maşın gəlsə, biri özünü buradan basmalıdır aşağı. Bu nədir? Üstümə zatına gəldi.